Bismillahirrahmanirrahim. Ya Hak, soy ağacımda bir vaxtlar yaşamaq üçün and içildi. Azla yetin, çox təhlükəlidir, mənə düşməz. O andlar o gün üçün doğru idi. Bugün isə mənim yolum deyil. Muhammedi nur bilincində soyuma bildirirəm. Yoxluqla qorunmağa ehtiyac yoxdur. Mən o andları qınamıram, hörmətlə tanıyıram və sevgi ilə buraxıram. Bu andlar burada tamamlandı. Mənim yolum bolluqla, nizamla, rahatlıqla açılsın. Amin. Niyyət edirəm ki, soy ağacımda verilmiş bütün yoxluq, imtina və kasadlıq andları indi sevgi ilə pozulsun. Niyyət edirəm ki, mənim üzərimdə işləyən azla yaşa, layiq deyilsən, təhlükəlidir proqramları ləğv olunsun. Niyyət edirəm ki, məndən sonraki nəsillər bolluğu günahsız və təhlükəsiz yaşasın. Bu niyyət ilahi aşk portalında, Muhammedi nur bilincində, ruhumun ölçüsünə uyğun şəkildə açılsın. Oldu. Olduruldu. Şükür. Soyumda kim bolluqdan imtina etməli oldu? Yoxluq andı kimə xidmət edirdi? Bolluq gəlsə, soyda nə təhlükə yaranırdı? Mən hansı bolluqdan özümü saxlayıram? Bu and bugün mənim üçün keçərlidirmi? Andı buraxsam kim olaram? Bolluq halında bədənim nə hiss edir?